Salamlayırıq. Bugün sizinlə birlikdə çox cəsarətli bir suala cavab axtaracağıq. Səninlə müqayisədə saysız-hesabsız silahı, ordusu və pulu olan bir diktatoru necə devirmək olar? Və ən əsası bunu onun qaydaları ilə, yəni zorakılıqla oynamadan necə etmək olar? Tam olaraq, əlimizdəki mənbə bu mövzuda bir növ təlimat kitabçası sayılan bir əsərdir. Cin Sharp'ın Diktaturadan Demokratiyaya. Amma bizim məqsədimiz sadəcə kitabın xülasəsini vermək deyil, eləmi? Qətiyyən. Biz sizinlə birlikdə bir inqilabı, əksinə mühəndislik etməyə, zorakılıqsız mübarizənin arxasındakı o soyuq, amansız məntiqi anlamağa çalışacağıq. Və bir xalqın əslində nə qədər güclü olduğunu, necə kəşf etdiyini görməyə. Bu, həqiqətən də dərin bir mövzudur, çünki bizi güc haqqında bildiyimiz hər şeyi yenidən düşünməyə məcbur edir. Və əgər bu məsələni dərinliklərinə enək, biz gücü adətən tanklarda, silahlarda görürük. Amma bu təhlil deyir ki, bəlkə də gücün əsl mənbəyi tamamilə başqa yerdədir. Və əgər o mənbəni tapsan, bütün sistemi sökə bilərsən. Yaxşı, gəlin işə ənənəvi yollardan başlayaq. Diktatura ilə mübarizə deyəndə, ağlımıza dərhal filmlərdəki kimi partizanlar, meşələrdə gizlənən üsyançılar gəlir. Yəni, silahlı mübarizə. Hə, amma bax, mənbə deyir ki, bu adətən birbaşa tələyə getmək deməkdir. Niyə ki? Çünki bu, rəqibinlə onun ən güclü olduğu meydanda döyüşməyə razılaşmaqdır. Yəni, hərbi güc sahəsində. Bəli, bir diktatorun hər zaman daha çox silahı, daha çox əskər olacaq. Sən onunla silah dilində danışmağa başlayanda ona istədiyi bəhanəni verirsən. Bunlar terrorçudur demək üçün. Tamamilə. Və bütün müxalifəti ən qəddar üsullarla məhv edir. Hətta, deyək ki, möcüzə baş verdi və üsyançılar qalib gəldi. Nə baş verir? Yeni rejim də yəqin ki, silah gücünə, hakimiyyətdə qalmağa çalışır. Düzdür. Silah gücünə qurulan bir hərəkat, hakimiyyətə gələndə də idarə etmə üsulu kimi yenə silaha güvənir. Bir diktatura gedir, yerinə isə çox vaxt daha qanlısı gəlir. Yaxşı, silahlı mübarizə bir tələdir. Bəs digər variantlar? Məsələn, ordunun içindən bir qrupun çevriliş etməsi. Bu daha təmiz və sürətli həll kimi görünə bilər. İlk baxışda elədir. Amma mahiyyət etibarilə heç nə dəyişmir. Necə yəni? Yəni, bu sadəcə idarə edici kabinadakı pilotları dəyişmək kimidir. Amma təyyarənin istiqaməti eyni qalır. Bir qrup general digərini əvəz edir. Xalq bu prosesdə heç bir rol oynamır. Güc yenə kiçik bir elitanın əlində cəmləşir. Bəli. Və bugün köhnə diktatoru devrən general sabah ondan daha amansız birinə çevrilə bilər. Bəs demokratik görünən yollar, məsələn, seçkilər. Diktatoru seçki qutusunda məğlub etmək olmazmı? Nəzəriyyədə olar, amma praktikada bir diktator özünü hakimiyyətdən salacaq bir seçkiyə heç vaxt icazə vermir. Ya saxtalaşdırılır? Ya saxtalaşdırılır, ya da müxalifət gözlənilmədən qalib gəlsə, nəticələr sadəcə ləğv edilir. Mənbədə klassik nümunələr var. 1990-cı ildə Birmada hərbi xunta seçkiləri böyük fərqlə uduzdu, amma nəticələri tanımadı. Nijeriyada da deyəsən oxşar bir hadisə olmuşdu. Hə, 1993-cü ildə eyni ssenari. Seçki diktator üçün sadəcə bir legitimlik şousudur, real güc ötürmə vasitəsi deyil. Deməli, silahlı mübarizə təlidir. Hərbi çevriliş dekorasiya dəyişikliyidir, seçkilər isə illüziyadır. Belə qalır son ümid xarici xilaskarlar, bəlkə BMT, ABŞ. Bu bəlkə də ən təhlükəli ümiddir. Niyə? Çünki xarici dövlətlərin prioriteti həmişə öz milli, iqtisadi və geostrateji maraqlarıdır. İnsan haqları və demokratiya sadəcə bir şuardır. Çox vaxt elədir. Hətta çox vaxt elə həmin xarici güclər pərdə arxasında o diktatoru dəstəkləyir, çünki onlara sabitlik və ya ucuz neft təmin edir. Real dəyişiklik ancaq içəridən, xalqın öz iradəsi ilə gələ bilər. Yaxşı, bütün bu variantları bir-bir analiz edəndə çox ümidsiz bir mənzərə yaranır. Sanki bütün qapılar bağlıdır. Amma mənbənin ortaya atdığı bir fikir var ki, bütün bu mənzərəni alt-üst edir. Tamamilə. Və bu fikir çox sadədir, amma dərindən düşündürücüdür. Diktatorun gücü onun silahlarından və ya pullarından gəlmir. Güc sizin, yəni idarə etdiyi insanların ona verdiyi bir şeydir. Bir lütfdür yəni. Bəli, bir lütf. Siz itaət etdiyiniz üçün o güclüdür.
Siz onun qanunlarına əməl etdiyiniz üçün onun hakimiyyəti var. O anki kütləvi şəkildə bu itaətdən imtina edilir, bütün o güc strukturu bir karton ev kimi çökür. Məndə bu ideyanı izah etmək üçün elə gözəl bir hekayə var ki, bunu mütləq paylaşmalıyıq. Bu, qədim Çin məsəli olan meymun ağası hekayəsidir. Bütün konsepsiyanı mükəmməl izah edir. Deməli, bir qoca var imiş və o, meymunları meşəyə meyvə yığmağa məcbur edirmiş. Sonra da yığılan meyvələrin böyük bir hissəsini onlardan alıb özü yeyirmiş. Tipik bir diktatura modeli. Bəli, amma bir gün balaca bir meymun digərlərindən soruşur. Bir dəqiqə, bu meşədəki ağacları o əkib, hamı deyir, yox. Maraqlı sualdır. Balaca meymun yenə soruşur, bəs onun icazəsi olmadan biz bu meyvələri yığa bilmərik? Digərləri cavab verir, əlbəttə, yığa bilərik. Və o an bütün meymunlar sanki aydınlanırlar. Anlayırlar ki, bütün sistem sadəcə onların itaəti üzərində qurulub. Həmin gecə meymunlar qəfəslərini sındırıb meşəyə qaçırlar. Meymun ağası isə tək qalır və aclıqdan ölür. Bu hekayə siyasi gücün təməl sütunlarının mənbəyin təbiri ilə desək, 6 mənbəni mükəmməl şəkildə göstərir. Birincisi, səlahiyyət, yəni avtoritet. Yəni, insanların rejimin qanuni olduğuna inanması. Bu hökumətə tabe olmaq mənim borcumdur, düşüncəsi. Düzdür. İnsanlar bu inancı itirəndə rejimin təməldaşlarından biri çatlayır. İkincisi, insan resursları. Sadəcə rejimə itaət edən, əməkdaşlıq edən insanların sayı. Polisi, məmuru, müəllimi. O, meymunların özləri insan resursuydu. Bəli. Üçüncüsü, bilik və bacarıqlar. Yəni mühəndislər, iqtisadçılar, hərbiçilər rejimin işləməsi üçün lazım olan beyinlər. Dördüncüsü isə daha mücərrəddir. Maddi olmayan faktorlar. Qorxu, apatiya. Qorxu, vərdişlər, ideoloji inanc. Və sonra daha konkret olanlara gəlirik. Beşinci, maddi resurslar. İqtisadiyyata, təbii sərvətlərə nəzarət. Və sonuncu, altıncı, bəlkə də ən aşkar olanı, sanksiyalar. Yəni, itaətsizlik göstərənləri cəzalandırmaq bacarığı. Həbslər, cərimələr, işdən qovulmalar. Deməli, bütün strategiya bu 6 mənbəni kəsmək üzərində qurulub. Əgər bir rejimə gələn bu qida mənbələrini bağlasan, o siyasi aclıqdan ölür. Eynilə o meymun ahası kimi. Bəs bu mənbələri necə kəsmək olar? Bax, həmin alətə siyasi itaətsizlik və ya zorakılıqsız mübarizə deyilir. Bu passivlik və ya təslim olmaq deyil. Əksinə, bu çox aktiv, strateji və hesablanmış bir mübarizə növüdür. İnsanlar zorakılıqsız mübarizə deyəndə ağla ilk gələn əlində plakat tutan etirazçılar olur. Amma bu, deyəsən, bundan qat-qat daha geniş bir arsenal kimidir. Qat-qat, mitinqlər sadəcə icebergin görünən tərəfidir. Mənbə 198 fərqli metod müəyyən edib və onları 3 əsas cəbhəyə bölmək olar. Birincisi, etiraz və inandırma metodlarıdır. Yürüşlər, şüarlar. Bəli, şüarlar yazmaq, simvolik rənglərdə geyinmək, mahnılar oxumaq, bunların məqsədi daha çox fikir yaymaqdır. İkinci kateqoriya isə, deyəsən, mübarizənin onurğa sütunudur. Əməkdaşlıqdan imtina. Bəli, və bu ən geniş kateqoriyadır. Sosial əməkdaşlıqdan imtina, rəsmi tədbirləri boykot etmək, iqtisadi əməkdaşlıqdan imtina. Buna həm istehlakçı boykotları, həm də tətillər daxildir. Və nəhayət siyasi əməkdaşlıqdan imtina. Seçkiləri boykot etmək, vergi ödəməmək kimi. Düzdür. Və üçüncü, ən kəskin kateqoriya, zorakılıqsız müdaxilə. Bu, artıq aktiv şəkildə normal həyatı pozmağa yönəlib. Oturaq aksiyalarla, strateji məkanları bloklamaq, aclıq aksiyaları keçirmək. Və bütün bunların mərkəzində dayanan bir qızıl qayda var. Heç bir halda zorakılığa əl atmamaq. Bu, sadəcə mənəvi bir seçim deyil, soyuq bir strateji hesablamadır. Siyasi jiu-jitsu effekti. Mükəmməl ifadədir. Jiu-jitsuda məqsəd, rəqibin gücünü onun özünə qarşı istifadə etməkdir. Siyasətdə də eyni prinsip işləyir. Rejim dinç, əliyalın nümayişçilərə qarşı tankları ilə hücum edəndə, əslində özünə zərbə vurur. Bu, siyasi jiu-jitsu ideyası kağız üzərində məntiqli səslənir. Amma reallıqda, bir rejim dinc nümayişçilərə atəş açmağa başlayanda, bu, insanları qorxudub evlərinə göndərməzmi? Bu, çox vacib bir sualdır və risk həmişə var. Amma repressiya iki ağızlı qılıncdır. Bəli, bir tərəfdən insanları qorxuda bilər,
Amma digər tərəfdən rejimin mənəvi avtoritetini tamamilə məhv edir. Neytral insanlar hərəkata qoşulmağa başlayır. Bəli. Və daha da önəmlisi, rejimin öz dayaqları arasında polis və ordu sıralarında çatlar yaranır. Axı o əskərlər və polislər də bu xalqın övladlarıdır. Öz silahsız vətəndaşlarına atəş açmaq əmri almaq onların sədaqətini ciddi şəkildə sarsıda bilər. Yaxşı, strategiya kağız üzərində möhtəşəm görünür. Amma sıfırdan necə başlamaq olar? Bir ovuc insanla nəhəng bir rejimi necə silkələməyə başlayırsan? Bu, çox ciddi planlama tələb edir yəqin ki. Bəli, bu qəzəbin kortəbii partlayışı deyil, bir siyasi müharibədir. Mənbədə 4 səviyyəli bir planlama iyerarxiyası təsvir edilir. Ən yuxarıda böyük strategiya dayanır. Ümumi yol xəritəsi. Bəli, məqsəd təkcə diktatoru devirmək deyil, onun yerinə davamlı bir demokratiya qurmaqdır. Ondan bir pillə aşağıda strategiya gəlir. Daha konkret kampaniyaların planı. Məsələn, mətbuat azadlığına nail olmaq. Düzdür. 3-cü səviyyə taktikadır. Və nəhayət 4-cü səviyyə metoddur. Yəni istifadə edilən konkret silah. Məsələn, hansısa məhsulu kütləvi şəkildə boykot etmək. Bəs bütün bu plan praktikada, real həyatda necə başlayır və inkişaf edir? Adım-adım necə irəliləyir? Sistemə meydan oxumaqla başlamır. Bu intihar olardı. Kiçik, amma qalib gəlmək ehtimalı yüksək olan hədəflər seçilir. Tam olaraq. Məsələn, hansısa bir məmunun ədalətsiz qərarına qarşı lokal bir etiraz. Bu kiçik qələbələr iştirakçılara öz güclərini hiss etdirir və onlara inam aşılayır. Yəni, bir növ məşq edirlər və eyni zamanda öz sıralarını genişləndirirlər. Sonra isə hədəflər böyüyür, eləmi? Tamamilə. İkinci mərhələ diktatorun güc mənbələrini hədəf almaqdır. Hərəkat artıq güclənib, indi məqsəd o müzakirə etdiyimiz 6 güc mənbəyini sistematik olaraq zəiflətməkdir. Ən həssas hədəf də yəqin ordu və polisdir. Bəli, amma onların sədaqətini tam qazanmaq şərt deyil, onu sarsıtmaq kifayətdir. Mənbə vurğulayır ki, onlara birbaşa üsyan çağırışı etmək çox vaxt əks nəticə verir. Nə etmək lazımdır bəs? Daha incə metodlar. Onlara qarşı aqressiv olmamaq, onların da bu xalqın bir parçası olduğunu xatırlatmaq və onları gizli itaətsizliyə təşviq etmək. Əmrləri ləng yerinə yetirmək, axtarılanları tapa bilməmək kimi. Bəli, yaxud atəş açmaq əmri gələndə nişanı bilərəkdən yayındırıb havaya atmaq. Bu kiçik itaətsizlik aktları rejimin cəza mexanizmini iflic edir. Və nəhayət, final mərhələsi, rejimin dağılması. Bu artıq domino effektidir. Bəli, güc mənbələri kütləvi şəkildə kəsildikdə ümumi tətil, məmurların işə çıxmaması, diktatorun əmrlərinin heç bir mənası qalmır. Sistem öz çəkisi altında çökür. Yaxşı, diktator devrildi. Hamı küçələrdə bayram edir. Hər şey bitdi. Xoşbəxt sonluq, elə deyilmi? Əksinə, mənbə xəbərdarlıq edir ki, bu bəlkə də prosesin ən təhlükəli məqamlarından biridir. Aristoteldən bir sitat gətirir. Tiraniya çox vaxt başqa bir tiraniyaya çevrilir. Hakimiyyət boşluğu yaranır. Bəli, o siyasi vakuum yeni bir diktatorun yüksəlməsi üçün mükəmməl fürsət yaradır. Qələbənin eyforiyası insanları arxayın sala bilər. Deməli, əsl iş elə indicə başlayır. Bəs bunun qarşısını almaq üçün hansı konkret tədbirlər görülməlidir? 3 fundamental addım vurğulanır. Birincisi, dərhal çevrilişlərin qarşısını almaq. Hər hansı bir hərbi qrup hakimiyyəti ələ keçirməyə cəhd edərsə, xalq bir an belə tərəddüd etməməlidir. Eyni mübarizə metodları yeni təhlükəyə qarşı tətbiq olunmalıdır. Dərhal. İkincisi, konstitusiya hazırlamaq. Hökumətin səlahiyyətlərini dəqiq şəkildə məhdudlaşdıran, hakimiyyət bölgüsünü təmin edən aydın bir konstitusiya yaradılmalıdır. Və üçüncü addım, məncə ən maraqlısıdır. Bir növ gələcəyə yönəlik bir sığorta kimidir. Elədir, buna demokratik müdafiə siyasəti deyilir. Yəni, xalq diktaturaya qarşı bu mübarizə prosesində sadəcə rejimi devirmir, onlar eyni zamanda özlərinə bir növ demokratik immun sistemi qazandırırlar. Tam olaraq, bu bilik və təcrübə onların kollektiv yaddaşına əkk olunur. Gələcəkdə hər hansı bir hökumət antidemokratik addımlar atmağa cəhd etsə, bu xalq artıq öz azadlıqlarını necə qoruyacağını bilir. Beləliklə, bütün bu təhlili ümumiləşdirsək, bir neçə təməl nəticəyə gəlirik. 1.
Siyasi güc monolit deyil. O, idarə olunanların razılığına möhtacdır. 2. Zorakılıqsız mübarizə bu razılığı strateji olaraq geri çəkmək üçün hazırlanmış mürəkkəb bir silah sistemidir. Və 3. Bütün proses devirmə mərhələsindən tutmuş yeni cəmiyyətin qurulmasına qədər çox diqqətli və soyuqqanlı planlamaya əsaslanmalıdır. Tamamilə. Və yekun olaraq sizin üçün bir düşüncə. Bu mənbə əsasən diktaturaların devrilməsinə fokuslanır. Amma onun təməlindəki güc və razılıq prinsipi universal bir sual ortaya qoyur. Yəni, bu prinsiplər başqa sahələrdə də tətbiq oluna bilərmi? Bəli. Əməkdaşlıqdan imtina prinsipi, hətta qurulmuş demokratiyalarda belə istənilən hökuməti və ya böyük korporasiyaları məsuliyyətli saxlamaq üçün nə dərəcədə tətbiq oluna bilər? Bugün öz ətrafınızda, gündəlik həyatınızda bu güc dinamikasının hansı kiçik və ya böyük nümunələrini görürsünüz? Dinlədiyiniz üçün təşəkkür edirik.